Salam dəyərli şagirdlər. Bu videomda mən sizə Güvən Nəşriyyatının 5-ci, 8-ci siniflər üçün olan kitabından sınaq 1 və sınaq 2-ni izah edəcəm. Sınaq 1-in suallarına keçək. Birinci sualımız 45678 vurulsun 90123 ədədinin hasilinin 5-ə bölünməsinə alınan qalıq tapın. 5-ə bölmə əlaməti nədir? Sonu 0 və 5 ilə bitən ədədlər. Deməli, bu ədədlər bir-birinə vurma ehtiyac yoxdur. Son rəqəmlərin bir-birinə vururam. 8 vurulsun 3 bərabərdir 24. 24-ün 5-ə bölünməsindən alınan qalıq nə olacaqsa, hasilin də 5-ə bölünməsindən alınan qalıq olacaq. 24-ü 5-ə bölsək 4, qalıq da 4 düşəcək. Cavab A variantı. Sonra ikinci sualımız. Bu çoxluqların kəsişməsini istəyir. A kəsişir B. Yəni kəsişmə hər ikisində eyni olanlar. Hər ikisində eyni olanlar diqqət etsək 7 və 9'dur. Cavab 7, 9 D variantı. Üçüncü sualımız 0'dan %45'i 100'e vursam 45 çıxılsın. 0'dan %3'ü 10'a vursam 0,3 çıxılsın. 0'dan 1000'də 5'i 1000'e vursam 5 bərabər də 39,7. Cavab D variantı. Dördüncü sual. A bərabərdir 1 vur 2 vur 3 vur 4 vur 5 vur 6 üstə gəl 36 ədədinin 20'ye bölünməsinə alınan qalığı tapın. Baxın, bu hissə hasil 20'ye bölünür. Niyə? Çünki burada 4 vur 5 vuruğu var. 4 vur 5 vuruğu var. Yəni bu hasil 20'ye bölünür. Deməli, biz bu qalıq tapmaq üçün 36'nı 20'ye bölsək, bölməsinə alınan qalıq nə olsa, elə bu ədədin də 20'ye bölməsinə alınan qalıq olacaq. 36'nı 20'ye bölsək 1, qalıqda da 16. Deməli, qalıq 16 B variantı. 5-ci sual. Euler-Venn diaqramında A minus B'ni istəyir. A minus B o deməkdir ki, yalnız A'da olanlar P, Q, R kəsişmələri Y, C, S, Z. Deməli, A minus B bərabər bu hissədir. Yəni P, Q, R. Bunun elementləri 3 dənədir. Cavab C variantı. 6-cı sual. Birinci 1,5'də 2 o deməkdir ki 5'də 7 üstə gəl. 2'də o 2,1 onda 21 deməkdir. Böl ikinci mötərizədə 2,4'də 3 4'də 11 deməkdir. Çıx 1,2'də 1 də 2'də 3 deməkdir. Bərabərdir. Birinci mötərizənin içi 10'da, onu 5'ə bölsək 2, 7'yə vursaq 14. 14 üstə gəl 21. Bölünsün. İkinci mötərizənin içi 4, ortaq məxrəc 4 olacaq. 11 çıxılsın. 4'ü 2'ye bölsək 2, onda 3'ə vursaq 6. Bərabərdir. Birinci mötərizədə 10'da 35 bölünsün 4'də 5. Kəsilərin bölünməsində nə idi? Birinci kəsir olduğu kimi qalırdı. Yəni 10'da 35 vurulsun ikinci kəsir tərsinə çevrilir. Yəni 5'də 4 bərabərdir. 5 ilə 35 ixtisar gedir 7. Burada da 1 qalır. 10 ilə da 4 ixtisar gedir 2 surətdə 5'də məxrəcdə. Deməli 7 vurulsun 2 bölünsün 5. Yəni 14 bölünsün 5 olacaq 2,5'də 4. Cavab C variantı. Sonra 7-ci suala keçsək. Deyir ki 3n plus 5 ədədi cüt olarsa aşağıdakilərdən hansı tək olar? İlk öncə n'in yerinə tək ədədi qoyaq, görək cüt ədəd alınacaqmı? 3 vurulsun 1 üstə gəlinsin 5 bərabərdir 8. Deməli n'in tək qiymətində bu ifadə cütdür. İndi bütün variantlarda n'in yerinə tək qoyuram. A variantında 2 vur 1 üstə gəl 6 bərabərdir 8. B variantında 1'in kvadratı üstə gəl 1 bərabərdir 2. C variantında 5 vurulsun 1 üstə gəl 2 bərabərdir 7. Görürsünüz bu cüt oldu. Bu da cüt oldu. Bu ama tək oldu. Bax, n'in tək qiymətində cavab tək oldu. Cavab C bəndi. 8-ci sual. Birləşmə deyirsə, n birləşmə, A birləşib bütün elementləri sayırıq. 1, 2, 3, 4, 5, 6, cəmi 6 dənə elementi var. Yəni, təkcə A olanlar, təkcə B olanlar və kəsişmə. Cavab A, D bəndi. 9-cu sual. 2 üstə gəl 1 bölünsün 2 üstə gəl 2'də 1 bərabərdir A bölünsün B. 2 plus 1 bölünsün. Baxın 2 plus 2'də 1 2,2'də 1 deməkdir. O da 2'də 5 deməkdir. Yəni məxrəcdə deyir 2'də 5 bərabərdir A bölünsün B. İndi 2 plus bu tərsinə çevrilir. 1 böl deməkdir. O deməkdir ki, yəni 1 böl 2'də 5 o deməkdir ki 5'də 2. Yəni 5'də 2 bərabərdir A bölünsün B. Burada da olacaq ki, bu da 2,5'də 2 deməkdir. Bərabərdir A bölünsün B.
Yəni 5-də 10, 12 deməkdir. Bərabərdir. A bölünsün B. Burada A olur 12, B olur 5. İndi bunların cəmini istəyir. A üstəgəl B bərabərdir 12 üstəgəl 5 bərabərdir 17. Cavab D bəndi. Keçək 10-cu suala. Deməli 420 ədədinin neçə sadə böləni var? 420 sadə vurğularını ayırsaq 2-yə bölünür 210, 2-yə bölünür 105, 3-ə bölünür 35 və 5-ə bölünür 7, 7, 1. Deməli 420 bərabərdir 2 üstü 2 vur 3 vur 5 vur 7. Bizə sadə bölən istəyir. Sadə bölən deyəndə bu əmsalları götür. 1, 2, 3, 4 dənə sadə böləni var. Cavab B bəndi. 11-ci sual. Deyir ki, A ilə kvadratı 40-dan kiçik natural ədədlər çoxluğu, natural ədədlər, B ilə isə 40-ın bölənlər çoxluğu işarə olunur. Yəni A bərabərdir. Hansı ədədlərin kvadratı 40-dan kiçikdir? 1, 2, 3, 4, 5, 6. 7-nin kvadratı 40-dan böyükdür. İndi B ilə isə 40-ın bölənləri 1, 2, 4, 5, 4, 5, 8, 10, 20 və 40-dır. Bizə nəyi soruşur? B minus A elementlərinin sayını istəyir. B minus A bərabərdir. O deməkdir ki, hər ikisinin n olan elementləri çıxırıq. Hər ikisinin 1, 2, 3 yox. 4, 5, bax 4, 5 bunları qaralayaq və 1, 2. 4 dənəsi eynidir. Yerdə nə qaldı? 8, 10, 20 və 40. Yəni neçə element? N, B minus A oldu. 4 dənə element. Cavab C bəndi. 12-ci sual. 8 saat sutkanın neçə hissəsidir? 1 sutka 24 saatdır. Deməli 8 böl 24 deməkdir. İxtisar gedir 3-də 1. 3-də 1 hissəsidir. Yəni C bəndi. Sonra 12-ci bu hissə qutardı. Keçək bu bir səhifəyə. 13-cü sualda A və B ədədlərin ortaq olmayan sadə vurğuların hasili 8-dir. Yəni C bərabərdir 8. Ən böyük ortaq böləni, yəni əbob AB bərabərdir 6-ya. AB hasilini istəyir. Bunun üçün düsturumuz var idi. Əbob AB-nin mötərizə kvadratı bərabərdir A vurulsun B bölünsün C. İndi əbobumuz 6-dır. Yəni 6-nın kvadratı bərabərdir A vurulsun B, C'miz də 8-dir. Yəni A vurulsun B bərabərdir 8 vurulsun 36. O da eləyəcək 288. Cavab B bəndi. 14-cü sualda deyir hansı səhvdir? Burada B variantı səhv olacaq. D minus C olan. Çünki deyir 2, 3. Çünki axı D çoxluğunda heç 2, 3 elementi yoxdur. Və D çoxluğuna C çoxluğuna çıxa bilmərik. Ona görə cavab B olacaq. Yanlışı soruşur bizdən. 15-ci sualda. Bu cür suallarda birinci kəsir olduğu kimi qalacaq. 5-də 4. Qalan kəsirləri hamısını tərsinə çevirib vuracağım. 10-da 3-ü tərsinə çevirsəm 3-də 10 vurulsun. 3-də 2-ni tərsinə çevirsəm 2-də 3 vurulsun. 3-də 4 tərsinə çevirsəm 4-də 3. 4-lər ixtisar gedəcək. 3-lər də ixtisar gedəcək. 2 ilə 10 ixtisar getsə 5 və bu 5-lər də ixtisar gedəcək, qalacaq bir dənə 3. Cavab 3, B bəndi. 16-cı sualda 4A5 ədədini 3 rəqəmli ədədi 3-ə qalıqsız bölünür. 3-ə bölmə əlaməti nədir? Rəqəmlərin cəmi 3-ə bölünən ədəd 3-ə bölünür. Deməli A burada nə deyə bilər? 0, 3, 6 və 9. A-nın neçə qiymətində deyir? 4 dənə. Yəni cavab D bəndi. 17-ci sual kəsişmə verir və birləşmə. Bunun üçün bir düsturumuz var idi. NA birləşir B bərabərdir. NA üstəgəl NB çıxılsın NA kəsişir B. İndi gətirib yerinə qoyaq. Bərabərdir yazaq. NA-mız nə verib? 12. 12. Üstəgəl B 8 verib və kəsişməni də 4 verib. 20, 16. Cavab D bəndi. 18-ci sual. Aşağıdakı kəsrlərdən hansı sonlu oluq kəsir şəklində göstərmək olar? Kəsirləri sonlu oluq göstərmək üçün məxrəc yalnız 2 üstü n, 5 üstü n ya da 10 üstü n olmalıdır. Surət nə olur olsun, fərqi yoxdur. Məxrəc yalnız ya 2-ni vuruq olmalı, ya 5-in ya da 10-un. İndi A variantında 3 üstü 2 vuruq, yəni 9-da 1 deməkdir də. Bu olmaz. 7-də 1 də olmaz, 5-də 1 olar. Olar. Çünki məxrəc ancaq 5-in vuruğundan ibarətdir. Deməli, cavab C variantı. 18-19-cu sual.
E, 37.041 ədədində neçə yüzlük var? 100-də neçə sıfır var? 2-dən. Deməli sağdan sayırıq. 1, 2, 2 ədədi çıxırıq. Yəni 370 dənə yüzlük var. Sonra 370 cavab D bəndi. 20-ci sualda ENA birləşmə kəsişməni verir. Baxın, bunu Euler-Venn diaqramından da yaza bilərik. Düsturla da yaza bilərik. A çoxluğu, B çoxluğu. NA minus B burada 6. NB minus A da burada 4 element var. Kəsişməndə 2. Birləşmənin, NA birləşmə 6 üstəgəl 2 üstəgəl 4 bərabərdir 12. Və düsturumuz da var idi bura. N A birləşir B bərabərdir N A minus B üstəgəl N B minus A üstəgəl N A kəsişir B. Elementlərin yerini A minus B'miz nə verib? 6. B minus A'mızı 4, o birində 2 bərabərdir 12. Düsturla da yaza bilərik. Belə də 20-ci sual dedik. 21. 21-ci sualda A bərabərdir 0,1000-də 370 yazıram bunu. B bərabərdir 0,1000-də 337. C bərabərdir 0,1000-də 373. Niyə bunu 1000-də 370 yazdım? Çünki hər birində B və C'də hər birində 0-dan sonra 3 ədəd var. İndi tam hissələri eynidir. Gəlin kəsr hissələrini müqayisə edək. Kəsr hissə hansı böyükdürsə o böyükdür. C böyükdür ən böyüyündə. Çünki 370. Sonra A, sonra da B. Ya da B kiçikdir, A kiçikdir C. O da olacaq B variantı. 22-ci sual. EBOB 128 və 192. Bunu vuruqlara ayırmayla da eləyə bilərik. Amma daha rahat yolu belə deyək də. EBOB 128 2 üstü 7 deməkdir. 192 isə 2 üstü 6 vurulsun 3 deməkdir. Yəni 64 vur 3 deməkdir. Bu ədədlərin əbobu nədir? Hər ikisində eyni olanları götürür, amma qüvvəti ən kiçik olan götürür. Hər ikisində eyni olan 2-lərdir və qüvvəti ən kiçik olanda 2 üstü 6, yəni 64. Bunu vuruqlara ayırmayla da eləyə bilərik. Sonra 23-cü sual. 23. Sinifdəki 40 şagirdin hər biri ən azı bir xarici dilə gedir, rus və ya ingilis. Şagirdlərin 8-də 5-i ingilis dilinə gedir. Deməli, ingilis dilini öyrənən 40 şagirdin 8-də 5-i öyrənir. Yəni 40-ın 8-də 5 hissəsini tapırıq. İxtisar getsə 5, 5 vur 5, 25. Deməli 25 nəfər ingilis dilinə gedir. İndi rus dilinə gedənlərə baxaq. Rus dilinə gedənlər isə 40 şagirdin 5-də 3-ü, yəni 40 vurulsun 5-də 3. İxtisar gedir 8 bərabərdir 8 vurulsun 3 bərabərdir 24. 24-ü də ingilis rus dilinə gedir. Neçə şagird hər iki dilə gedir? Hə. Deməli bunun düsturunda var. Düstur belə deyək də birləşmə, yəni N ingilis birləşir rus dili, cəmi 40 nəfər var. Deməli N ingilis birləşir rus dili bərabərdir. N ingilis dili üstə gəlir. N rus dili çıxılsın N ingilis dili kəsişir rus dili öyrənənlərin sayı. Deməli birləşmə 40-dır. 40 bərabərdir. İngilis dili 25-dir. Üstə gəl rus dili 24-dür. Çıxılsın bunların kəsişməsi deyir. Hər iki dilə gedir də. Hər iki dil kəsişmə deməkdir. Deməli burada da ingilis kəsişir rus dili bərabərdir. 49 eləyir. 49-dan da 40 çıxsaq 9. Deməli 9 nəfər hər iki dili öyrənir. Cavab 9 nəfər olacaq. 24-cü sualda 200 ədədinin 0,2 dövrdə 36 hissəsi. Deməli 220 ədədinin 0,2 dövrdə 36 hissəsini tapaq. Yəni vurulan bir-birinə. 220 vurulsun. Bu eləyəcək 990-da 236 minus 2 bərabərdir. Əslində bunlar ixtisar gedəcək 110-a. Burada 2 qalır, burada 9 qalır. Yəni 2 vurulsun 9-da 234. Bu 9-la da 234 ixtisar gedir. Qalır 2, 6, 26. Yəni 2 vurulsun 26. Yəni 52. Bunu tapdıq ki, bu 52-dir. Və 0,85 hissəsi 34 olan. Yəni 34 bölünsün 0,85 deməkdir. 34 bölünsün. Bunu kəsr şəklində yazdım ki, daha rahat olsun bizə. Yəni 34 vurulsun 85-də 100. Bunlar 17 ixtisar gedəcək. Burada 2, burada 5 qalacaq. 5 ilə də 100 ixtisar gedir. 20 qalır. Bərabərdir. 2 vurulsun 20 bərabərdir 40. Bizə deyir ki, bu ilə, yəni 52 ilə 40-ın cəmini tap. 52 üstə gəl 40 bərabərdir 92. Cavab 92.
Sonra 25-ci sualda 4 ardıcıl cüt ədədinin cəmi 252-dir. 4 acaba birinci cüt ədədimiz 2n. Sonra 2n plus 2 üstə gəl 2n plus 4 üstə gəl 2n plus 6 bərabərdir 252. Neçənin oldu? 1, 2, 3, 4. Yəni 8n və bu ədədləri də toplasaq 12 eləyəcək. 252-dən də 12 çıxsaq 240 qalacaq. N də bərabərdir 30. İndi bizə nə deyir? Bu ədədlərin ən kiçiyi ilə ən böyüyünün əkobunu tap. Hə, yəni əkob ən kiçiyi 2n-dir. Ən böyüyü 2n üstə gəl 6-dır. Bərabərdir. Əkob n-in qiymətini yerinə qoyaq. 2 vurulsun 30 və 2 vurulsun 30 üstə gəl 6. Bərabərdir. Bərabərdir. Əkob eləyir 60 və 66-nın əkoblarını tapmalıyıq biz. 60-dan 66 bərabərdir. Hər ikisinin altını ortaq vuruq kimi çıxarda bilərəm. Bu zaman qalacaq əkob. Bu əkobun tapılma qaydalarının biridir. Ortaq ədədi çıxardırıq. 60-ı 6-ya bölsək 10, 66-nı 6-ya bölsək 11. Bunlar necə ədədlərdir? Qarşılıqlı sadədlər. Çünki ardıcıl ədədlərdir. Qarşılıqlı sadədlərin əkobu nədir? Onların hasılı. Yəni 10 vurulsun 11. 10 vurulsun 11. Burada da deməli 6 vuruq da əvvəldə vardı. Yəni 6 vur 10 vurulsun 11. Bu da eləyəcək 660. Cavab 660. Sınaq 2-nin izahında birinci suala baxaq. Deməli 3n plus 5 ədədi cüt olarsa aşağıdakilərdən hansı təkdir? Bu əslində bayaq sınaq 1-dəki suallardan biridir. N-in yerinə 1 qoysaq 3 vurulsun 1 üstə gəl 5 bərabərdir 8. Deməli n-in 1 qiymətində, yəni tək qiymətində bu ədəd cüt oldu. İndi aşağıdakilərdən hansı tək olar? A variantında 2 vurulsun 1 üstə gəl 6 bərabərdir 8. B variantında 1-in kvadratı üstə gəl 1. Bu eləyəcək 2. Bu cüt oldu A variantı. B variantı da cüt oldu. C variantına 5 vur 1 üstə gəl 2 bərabərdir 7. Bu tək oldu. Deməli bizdən tək istəyir. Yəni C variantı olacaq. Sonra ikinci sualda M çoxluqları N elementlərin cəmi. Hə, N A-nın 4 elementi var. N B-nin də 3 elementi var. Deməli bunların elementlərin cəmi 4 üstə gəl 3 bərabərdir 7 dənə elementi var. B variantı. Üçüncü sual. Deyir aşağıdakilərdə hansı sonlu kəsr şəklində göstərmək olar? Məxrəci 2 üstü n, 5 üstü n və 10 üstü n olan ədədləri, kəsirləri sonlu kəsr şəklində göstərmək olar. A variantında 31 böl 32 2 üstü 5 deməkdir. B variantında 40 bölünsün 41, 41 sadə ədəddir. Bunu heç nə göstərmək olmur. C variantında 20 bölünsün 3 vurulsun 7. D variantında isə 14 bölünsün 3 vurulsun 15. Görürsünüz yalnız 2'nin vuruğu olan yalnız A variantı var. Yalnız 2'nin vuruğu var burada. Burada 3 vuruğu 7 vuruğu, burada 3 vuruğu 5 vuruğu və s. Deməli cavab A variantı olacaq. Dördüncü sualda kök altında mənfi 3'ün üstü 4 vurulsun 2'nin kvadratı. Bunu hər cür yazmaq olar. 3 üstü 4 81 deməkdir. Vurulsun 2'nin kvadratı da 4. 81'dən kök 9 çıxır, 4'dən kök 2 çıxır. 9 vur 2 18. Cavab D variantı. Kök hatta vurub da yazmaq olar. Bu eləyəcək kök altında 324. Kök hatta 324'dən də 18 kök çıxacaq. 5-ci sual. Kök altında 32 üstə gəl kök altında 50 bölünsün kök altında 8. Kök altında 32 4 kök altında 2 demək. Çünki 16 vur 2 deməkdir. Ondan da kök 4 kök altında 2 çıxacaq. Kök altında 50 isə 5 kök altında 2 deməkdir. 8 isə 2 kök altında 2 deməkdir. Bərabərdir. Sürət 4 kök altında 2, 5 kök altında 2. Eləyəcək 9 kök altında 2. Məxrəc 2 kök altında 2. Kök altındakilər ixtisar gedir, qalır 9 bölünsün 2. Yəni 4 tam onda 5. Cavab A variantı. Sonra 5-ci sual dedik. 6-cı sual. Əbob 243 və 324 bərabərdir. Baxın daha rahat yolunu heç vuruqlara ayırmadan. Bu 243 81 vur 3 deməkdir. 324 isə 81 vur 4 deməkdir. Bərabərdir. Hər ikisində ortaq vuruq nədir? 81. Vur, əbob, qalır yerdə 3 və 4. 3 və 4 necə ədədlərdir? Ardıcıl ədədlərdir. Deməli, qarşılıqlı sadədir. Qarşılıqlı sadədlərin əbobu nədir? 1. Yəni 81 vurulsun 1 eləyəcək 81. Bunların əbobu oldu 81 D variantı. 7-ci sualda burada A ilə C-nin kəsişməsi olacaq. A ilə C-nin kəsişməsi. Qaralanan hissə AC kəsişməsi olacaq. Cavab C bəndi olacaq.
Sonra 8-ci sualda bu hesab sualıdır. Deməli, 2 tam dövrdə 3, 2 tam 9-da 3 deməkdir. Çıx 3-də 4, çıx 10-da 16, belə yazıram bir dəfəlik. Üstə gəl 3 tam 5-də 3, 5-də 18 deməkdir. Vur, daha doğrusu böl 2-də 3. Bərabərdir. Bunlar ixtisar gedəcək, 3-də 1 qalacaq. Yəni 2 tam 3-də 1-də 3-də 6, 7 deməkdir. Çıx 3-də 4. Bunlar da 2 ixtisar getsə 5, burada 8. Çıx 5-də 8, üstə gəl 5-də 18. Bölünsün 2-də 3. Bərabərdir. İndi məxrəc, mötərizənin içinə ortaq məxrəc olar 15. 15-i 3-ə bölsək 5. 5-i 7-yə vursaq 5-i 7-yə vursaq 35 minus yenə 5 eləyir bura bölsək 20. 5-i 4-ə vursaq 20 çıx. 15-i 5-ə bölsək 3, 8-ə vursaq 24. Üstə gəl 3, 3-ü də 18-ə vursaq 54. Vurulsun. Bunu tərsinə çevirəm 3-də 2. Bərabərdir. 15-də indi buranı hesablasaq. 35-dən 20 çıxsaq 15. Mənfi elə bir ki, belə olacaq da. Bu müsbət 30 eləyəcək. Baxın 15, bu hissə 15 eləyəcək. 15 çıx 24. 15 üstə gəl 54 deməkdir də. 15 ilə 54-ü toplaya bilərik. Yaxşı, belə deyəyim. Vur 3-də 2 deyək. Bərabərdir. 15-də bu müsbət 30, müsbət 45. Vurulsun 3-də 2. İndi 45 ilə bu ixtisar gedir. Burada 1, burada 3 qalır. Bu 3'lər də ixtisar gedir. Cavab 2 qalacaq. Yəni B variantı. Sonra 9-cu sualda kök altında x minus 1 bərabərdir 3 təlin həll ilə. Mən bunu kökdən azad etmək üçün hər tərəfi kvadrata yüksəldirəm. 3-ün kvadratı. Deməli, kök altın kvadratı yüksəldəndə elə kök altı ifadə edir. Yəni x minus 1 bərabərdir 3-ün kvadratı 9. X də bərabərdir 1 sağa keçir toplanır 10. Cavab 10 A variantı. Sonra 10-cu sualda 6 kök altda 2 ədədinin tam hissəsini tap. Mütləq biz bunu vurğu kök altına salırıq. Bunun ötürü 6-ın kvadratı yüksəldirəm. 36 vur kök altı ifadəyi vururam. Yəni 2-yə. Kök altda 72. İndi nəyin kvadratı 72-yə yaxındır? 8-in. Yəni bu 8 tam nə qədərsə çıxacaq da irrasional ədəd. Deməli bunun tam hissəsi olacaq 8 C bəndi. 11-ci sualda 37.041 ədədində neçə yüzlük var? 100-də neçə 0 var? 2. Deməli sağdan sayırıq. 1, 2. 2 dənə ədədi silirik. Yəni 370 dənə yüzlük var. D bəndi. 12-ci sual. Kəsişməsini tapın. Kəsişmə eyni olandır. Yəni A kəsişir B. Bunlar da eyni olan. Eyni olanlar nələr var burada? N var. N. Başqa nə var? Başqa bir dənə də T var. T, yəni T, N, T fərqi yoxdur. C bəndi cavab. 13-cü sual. 0,1 dövrdə 3 ədədini onluq kəsirə adi kəsirə çevirir. Yəni bərabərdir 90-da 13 çıxılsın 1 deməkdir bu. Yəni 90-da 12. Bu nəyə ixtisar gedər? Maksimum 6-ya. 6-ya ixtisar getsə surətsə 2, məxrəcdə 15 qalacaq. Yəni 15-də 2. Cavab C bəndi. 14-cü sualda məxrəci irrasionaldan azad et. 1 bölünsün kök altında 5 üstə gəl kök altında 3. Bu irrasionaldan azad etmək üçün surəti və məxrəcin qoşmasına vurmaq lazımdır. Qoşması isə işarəcə fərqi olandır. Kök altında 5 üstə gəl kök altında 3. Kök altında 5 çıx kök altında 3. Surəti də mən elə kök altında 5 çıx kök altında 3-ə vururam. Bərabərdir. Surəti olduğu kimi saxlayıram. Kök altında 5 minus kök altında 3. Məxrəcdə isə müxtəsər vurma düsturuna əsasən var idi A kvadrat minus B kvadratı. Onun açılışıdır. Deməli kök altında 5-in kvadratı 5, kök altında 3-ün kvadratı 3-dür. Çıx 3. Bərabərdir. Məxrəcdə 2 eləyir. Surəti ilə kök altında 5 minus kök altında 3. Cavab bu şəkildə qalacaq. Yəni B variantı. 15-ci sualda deməli A bərabərdir kök altında 5 üstə gəl kök altında 24 minus bunu uzaldaq belə. Kök altında 64. İndi bax mən bunu kök altında 5 üstə gəl kök altında 24 çıx. 64-dən nə çıxır? 8.
Bərabərlik. Kök altında 5, üstə gəl kök altında 24-dən 8 çıxsaq 16. Bundan da kök 16. Yəni kök altında 5, üstə gəl kök altında 16-dan nə çıxır? 4. Bərabərlik kök altında 9, bundan da kök çıxır 3. Deməli A-mız oldu 3. Eyni şəkildə B-ni belə yazıram. B bərabərlik kök altında 20, üstə gəl kök altında 16, üstə gəl kök altında 81. Bərabərlik kök altında 20 plus kök altında 16, üstə gəl 81-dən kök 9 çıxır. Bərabərdir. Kök altında 20, üstə gəl kök altında 25. Şimdi bundan da kök alsaq 20 plus 5. Bundan 5 çıxır. 20 də budur. Yəni kök altında 25. Bundan da kök çıxır 5. Bizdən nəyi soruşur? AB hasilini tap deyir. A vur B. A'mız oldu 3. B'miz oldu 5. Yəni 15. Cavab B variantı. 15. 16. sual. 7227 vurulsun. 6838 hasilini 4'e bölməsinə alınan qalıq tap. 4'e bölmə əməliyyatında son 2 rəqəmi 4'e bölünən ədədlər. Deməli, hər birinin son 2 rəqəmini 4'e bölürəm. 27-ni 4'e bölsək nə düşər? 6 düşər. Qalıqda 3 qalar. Sonra bunun 4'e bölünməsinə. 38'i 4'e bölsəm nə düşər? 9 düşər. Qalıqda da 2 düşər. İndi bu qalıqların hasilini tapıram. Çünki burada vurma var. Əgər burada toplama olsaydı qalıqları toplayardıq. Deməli 3 vurulsun 2 bərabərdir 6. İndi bu 6'nı 4'e bölürəm. 6 böl 4 bərabərdir 1, qalıqda qalır 2. Yəni bu hasilin qalığı qalıqların hasilinin bərabərdir. Belə deyim. Cavab 2 olacaq. C bəndi. 17-ci sualda kəsişmə. Belə bir düsturumuz var. N A birləşir B bərabərdir. N A üstə gəl N B çıxılsın N A kəsişir B bərabərdir. Baxın N A-nın elementlərini 8 verib, üstə gəl N B-nin elementlərini 9. Kəsişmənin elementlərində 3 verib. 8 ilə 17 eləyəcək və 3 çıxsaq 14. Cavab 14 C bəndi. 18-ci sual. 3 tam 8'də 3, yəni 8'də 3'ü 8'ə vuruq. 24, 27 deməkdir. Üstə gəl 5 tam 8'də 5 isə 8'i 5'ə vur 40, üstünə 5 gəl 45. Bərabərdir. 8'də 27 ilə 45'i toplasaq 72. Bu da eləyir 9. İndi bizə deyir bunun 2'də 1 hissəsini tapı. Yəni 9 vurulsun 2'də 1 deməkdir. Yəni 9 bölünsün 2. O da eləyir 4 tam 10'da 5. Cavab C bəndi. 19-cu sualda. Kök altında 3, üstə gəl 2-nin mötərizə kvadratı. Çıx kök altına 48. Bərabərdir. Birincinin kvadratı, yəni kök altı 3'ün kvadratı 3. Üstə gəl. Bunun buna hasini 2 misli. Yəni 2 vur kök altında 3. Üstə gəl ikincinin kvadratı. Yəni 2'nin kvadratı 4. Çıx kök altında 48'i yazıram. 16 vurulsun 3 kimi. Bərabərdir. Bu 3, bu 4 toplanır eləyir 7. Üstə gəl, bu eləyir 4 kök altında 3. Bu da elə çıx 4 kök altında 3 eləyir. Bax, 16'dan kök 4 çıxır. Burada. Bunlar islah gedir, qalır elə 7. Cavab 7, B variantı. 20-ci sualda kök altında 20 ədədi ardıcıl tam ədədlər arasında yerləşir. A, B ədədlərin hasilini cəmini tapın. Kök altında 10 hansı tam hissə nə çıxır bundan? 3 tam nə qədərsə. Yəni hansı ədədlər arasında yerləşir? 3 və 4 arasında. 3 və 4 arasında yerləşir. Bu zaman deməli ardıcıl ədəd A'mız 3 olsun, B'miz də olsun 4. Bunların cəmi də olacaq 7. Cavab 7, B variantı. 21-ci sualda 120 ədədin neçə sadə böləni var? 120'nin sadə vuruqlarını ayırsaq 2'yə bölünür, 60 2'yə bölünür, 30 2'yə bölünür, 15 3'ə bölünür, 5 5 1. Yəni 120 bərabərdir 2 üstü 3 vur 5 vur 3 deməkdir. Neçə sadə böləndə əsasları götürürük. Baxın bunlar. Deməli 3 dənə sadə böləni var. Cavab C bəndi. 22-ci sualda A-B'nin alt çoxluğudur. Yəni A-B'nin içindədir deməkdir. Bunu demək istəyir bizə. Bu B'dir, bu A'dır. A alt çoxluqlarda kəsişmə həmişə içindəki çoxluqdur. Yəni A olacaq. A kəsişir B, A-ya bərabərdir. Yəni A variantı. Sonra 23-cü sual.
Bölən, yox, bölünən A. Yəni A bölünən, bölən 45. A bölü 45, qismət 5, qalıq isə 3-dür. A ədədinin natural bölənlərinin sayını tap. Deməli, biz burada bölünəni tapmaq üçün böləni, yəni 45-i vuram qismətə, üstünə gəlirəm qalığı. Vursam 5 dəfə 45 eləsək 25, 2 yadda 20, 225, üstə gəl 3, 228. İndi bizə nə deyir? 228-in natural bölənlərinin sayını tap. İlk öncə biz bunu sadə vuruqlarına ayıraq. 2-yə bölünür 114, 2-yə bölünür 57. 57 3-ə bölünür 19, 19 1. Deməli 228 bərabərdir 2 üstü 2 vur 3 vur 19 deməkdir. Nıbısı, yəni natural bölən sayı nə deməkdir? Hər bir qüvvətin üstünə 1 gəl, bir-birinə vuram. 2 üstə gəl 1. Birinci ədədin qüvvəti 2-dir. 2 üstə gəl 1. İndi ikinci ədədin qüvvəti 1-dir. 1 üstə gəl 1. Yenə üçüncü ədədin qüvvəti də 1-dir. 1 üstə gəl 1. Bərabərdir. 3 vurulsun 2 vurulsun 2. Bərabərdir 12. Cavab 12 olacaq. Sonra 24-cü sualda kök altında 6 üstə gəl kök altında 2-nin kvadratı vur 2 minus kök altında 3 qiymətini hesablayın. İlk öncə mən birincinin kvadrata yüksəldim. Kök altında 6-ın kvadratı 6 üstə gəl. Bunun buna hasilin 2 misli. Yəni 2 vur kök altında 6 vur kök altında 2. Üstə gəl ikincinin kvadratı. Yəni kök altında 2-nin kvadratı 2. İkincinin olduğu kimi saxlayıram. Bərabərdir. Burada eləyəcək ki 6 ilə 2-nin cəmi, bax bu 6 ilə bu 2-nin cəmi 8. Üstə gəl 2 köbab bu eləyir kök altında 12. Bu kök altında 12-dən də 2 kök altında 3 çıxacaq. Burada da 2 var axı. 2 vur 2 kök altında 3 olacaq 4 kök altında 3. 2 minus kök altında 3. Buradan mən ortaq vuruq kimi 4'ü çıxardıram. 4 vurulsun 2 plus kök altında 3. Vurulsun 2 minus kök altında 3. Bax buradan 4'ü çıxartdım 2 plus kök altında 3 qaldı. Bu 2 minus kök altında 3 də olduğu kimi. İndi müxtəsər vurma düsturuna əsasən baxın. A minus B, A plus B-ni necə açırdıq? A kvadratı minus B kvadrat. Yəni birincinin kvadratı, yəni 2-nin kvadratı çıxılsın kök altında 3-ün kvadratı deməkdir. Yəni 4 vurulsun 2-nin kvadratı 4, çıxılsın kök altında 3-ün kvadratı 3. 4-dən də 3 çıxsaq 1, 4-ü də 1-ə vursaq 4. Cavab 4 olacaq. Və ən son 25-ci sual. Məxrəci A olan düzgün kəsirlərdən ən böyüyü ilə ən kiçiyinin fərqi 0,9. Deməli, məxrəci A olan düzgün kəsirlərdən ən böyüyü A-da A-1-dir. Ən kiçiyi isə A-da 1-dir. Niyə? Misal üçün, məxrəci tutaq ki 5 götürürəm. Bunun ən böyüyü 5-də 4-dür, ən kiçiyi 5-də 1-dir. Ona görə. Ən böyükdirsə, surət məxrəcdən bir vahid kiçik olmalıdır. İndi bizə nə edir? Deyir ki, ən böyüyü ilə ən kiçiyinin fərqi, yəni bundan bunu çıxıram, eləyir 0,9 dövrdə 6. Gəlin bunu da keçirək 90-da 96 minus 9 bərabərdir. Bərabər yox, qalsın elə. İndi bunların ikisindən məxrəci A-dır. A minus 1 minus 1 bərabərdir 90-da eləyəcək 87. İndi gəlin belə eləyək. A minus 2 bölünsün A bərabərdir. 87-də 90. Bunlar ixtisar gedər 3-ə. 3-ə ixtisar gedər. Bu eləyər 30. Bu eləyər 29. Yəni 29 bölünsün 30. İndi gəlin bunu çarpaz vuraq. 30A çıxılsın 2 vurulsun 30. Yəni 60 bərabərdir 29A. Keçirsək sağa və ya sola eləyəcək A bərabərdir 60. A-nı tapdıq 60. İndi bizə deyir ki, məxrəci A olan düzgün kəsirlərdən neçəsi ixtisar olunmayanlardır. Yəni məxrəci 60 olan ədədlərin, amma düzgün kəsirlərin neçəsi ixtisar olunmayan deyirsə, surət 60-dan qarşılıqlı sadə ədəd olmalıdır. Yəni bu kəsirin surəti 60-dan qarşılıqlı sadə olmalıdır. O bir düsturumuz var idi. Ədəd və ondan kiçik olan qarşılıqlı sadələrin sayının tapılması. İlk öncə 60-ı sadə vuruqlarına ayırsaq. 4 vur 15 deməkdir. Belə gedəcəm. 4 2 üstü 2 deməkdir. 15 də 3 vur 5 deməkdir. İndi belə düsturumuz var idi. P bərabərdir 60 vurulsun
1 minus 2-də 1 əsasla. Elə 1-dən çıxıram hər bir əsasın, əmsalın tərsini. Vur 1 minus 3-də 1, vur 1 minus 5-də 1. Bərabərdir. 60 vurulsun 2-də 1, vur 3-də 2, vur 5-də 4. Bu 2 ilə bu 2 ixtisar gedir. Bax, belə olacaq da 60 vurulsun 15-də 4. 15 ilə də 60 ixtisar gedir, qalır 4. Bərabərdir. 4 vur 4 bərabərdir 16. Cavab 16. Düzgün kəsir dediyinə görə cavab 16 olacaq. Bu qədər dəyərli şagirdlər, mən sizə sınaq 1 və sınaq 2-ni izah etdim. Abunə olmağı, rəy yazmağı, fikir bildirməyi unutmayın. Təşəkkür edirəm.